Salam əziz izləyicilər. Bu dəfə 6-cı sinif monitorinq imtahanına düşə biləcək məsələ və misal tiplərini nəzərdən keçirəcəyik. Birinci tapşırığa baxaq. Düzbucaqlının perimetri 42 metr, tərəflərindən biri o birindən 5 metr böyükdür. Böyük tərəfi tapın. Bu zaman düzbucaqlının perimetrini düsturunu bilmək lazımdır. Perimetr verilib 42 metr. Tərəf bərabərdir. B üstəgələ 5. Gətirib yerinə qoyanda A-nın yerində B üstəgələ 5-i yerinə qoyuruq. B üstəgələ 5 üstəgələ B. Vur 2 bərabərdir 42. Burada 2 dənə B olduğuna görə B-ləri toplayırıq 2B. Üstəgələ 5 bərabərdir. 42-ni 2-yə bölürük. 21. 21-dən də 5 çıxırıq. 16. 16-nı da 2-yə bölürük. 8. Deməli biz burada B-ni 8 tapdıq. Gətirib yerində qoyuruq. Burada A bərabərdir. B üstəgələ 5-də yerinə qoyuruq. 8 üstəgələ 5 bərabərdir 13. Deməli, böyük tərəf neçəymiş? 13. Növbəti tapşırıq. İfadəni sadələşdirin. Deməli, burada bu misalı yerinə yetirmək üçün mötərizənin açılmasından istifadə etməliyik. Diqqət eləməliyik ki, mötərizənin xaricində mənfi olarsa, daxilindəki işarələr dəyişir. Mötərizənin xaricində müsbət olarsa, daxilindəki işarə dəyişmir. Deməli, burada birinci mötərizənin xaricində mənfi olduğuna görə mənfi 4A, yenə də mənfiyə vurduq, müsbət 3B, üstə gələk 5. Digər mötərizənin qarşısında müsbət olduğuna görə, yəni daxilindəki işarə olduğu kimi qaldığına görə mötərizəni kənarlaşdırıb olduğu kimi yazırıq. Çıx 2-ni də davamı olaraq yazırıq. Burada fikir veririk ki, həm A, həm də B var. A-ları 1 hesablayırıq. Burada mənfi 4A, burada 5A, burada isə mənfi 2A var. Bunlar mənfi 4A ilə 5A-nı toplayanda böyükdən kiçiyi çıxırıq. Böyüyün işarəsini yazırıq. Yəni, burada müsbət A eləyir. Müsbət A burada elədir. Burada isə mənfi 2A. Mənfi 2A ilə də müsbət A-nı hesablayanda mənfi A eləyir. Niyə? Çünki böyükdən kiçiyin çıxanda böyüyün işarəsini yazırıq. Böyüyün işarəsi də mənfidir. Gəlirik növbəti B-ləri 1 hesablayırıq. Burada 1B var. Burada da növbəti B. Mənfi 7B. Burada 3B. Böyükdən kiçiyin çıxırıq. Böyüyün işarəsini yazırıq. Mənfi 4B. Deməli, mənfi A çıxılsın 4B alındı. Növbəti tapşırığa baxırıq. Üçüncü tapşırıq. A üstəgələk B bərabərdir 3,84 olarsa, A üstəgələk B çıxılsın 3,12 ifadəsinin qiymətini tapmaq lazımdır. Bu zaman fikir veririk ki, yenə A üstəgələk mötərizəni də açırıq. Nəzərə alırıq ki, mötərizənin xaricində müsbət var olduğu kimi yazılmalıdır. A üstəgələ B çıx 3,12 yazırıq. A üstəgələ B-ni də 3,34 verib. Bax, burada. Ona görə də bunu qeyd edirik. 3,84 çıx 3,12. O da bərabərdir 0,2. %72 daha doğrusu. Dördüncü tapşırıq. 6y çıxılsın x bərabərdir. 6y çıxılsın x böl x bərabərdir 11 olarsa, y-in x-ə nisbətini istəyir. Deməli, tənasüb kimi həll edirik. Yəni, ümumiyyətlə 11-in məxrəcində görünməz 1 var. Hər zaman bunu belə qeyd edirik. 6y çıxsın x-i 1-ə vuranda 6y çıxsın x eləyir. 11-i də x-ə vurub 11x alırıq. Bu zaman 6y bərabərdir. X-i sağ tərəfə keçiririk. 11x üstəgələk x olur. Bu eləyir 12x. Buradan y-i tapırıq. 12x bölünsün 6 olur. 12 ilə də 6-nı ixtisar eləyəndə 2x qalır. Deməli, mən burada y-i nə aldım? 2x. Bizdən nəyi soruşur? Y bölünsün x nisbətini. Y-i 2x aldığıma görə gətirib y-i də yerinə qoyuram. X də olduğu kimi məxrəcdə qalır. Burada x-lar ixtisar gedir. Yerdə 2 qalır. Növbəti tapşırıq 5-ci tapşırığımızı yerinə yetiririk. Əkub və Əbubla bağlı
deməli tapşırıqdır. Əkop 20-60 və məxrəcdə də əbob 60-60-dır. Bunların nisbətini tapın deyir. Deməli, qeyd edək ki, əkop 20-60 olduqda fikir veririk ki, 60 20-yə bölünür. Qayda da belədir ki, biri digərinə bölünürsə əkopda böyük ədədi götürürük. Yəni 60 20-yə bölündüyünə görə burada 60-ı götürməliyik. Əbob 60-60 yazılıb. Yəni fikir veririk ki, təkrar ədədlərdir. Yəni eyni ədədlərdir. Əbobda eyni ədədlər olanda elə əkopda da elədir. Amma burada əbob verdiyinə görə bu ədədlərdən birini götürürük. Yəni eyni ədədlərdən birini götürürük əbob olanda. Daha sonra görürük ki 60-dan 60, 60-ı da 60-a böləndə 1 eləyir. Yəni ixtisar da eləyə bilərik. Növbəti tapşırıq. İki qonşu bucağın nisbəti 4/5 kimidir. Böyük bucağı tapın deyir. Bildiyimiz kimi qonşu bucaqların cəmi 180 dərəcədir. 4/5 kimidir. Bax, burada 4/5-i biz necə yazırıq? Ümumiyyətlə, nisbətlər görəndə hər zaman sağ tərəfinə x əlavə eləyərək toplayıb 180-ə bərabər eləmək lazımdır. 4x üstə gələn 5x bərabər 180 tənliyini həll eləyirik. 9x 180-ə bərabər. 180-i də 9-a bölürük, 20 alırıq. Bu aldığımız 20-ni gətirib yerində qoyuruq. Bir dəfə 4x-da, bir dəfə 5x-da. 4-ü vururuq 20-yə 80, 5-i də 20-yə vuranda 100 alınır. Bizdən böyük bucağı istədiyinə görə 100-ü götürürük. Cavab 100. Növbəti sual. 2x üstə gələ 3y üstə gələ 4z bərabərdir 120 olarsa 2x bölünsün 6 üstə gələ 3y böl 6 üstə gələ 4z bölünsün 6-nı bizdən istəyir. Nəzərinizə çatdırım ki, burada məxrəcləri eynidir. Məxrəclər eyni olduğuna görə onların birini yazırıq. 6. Sürətləri də toplayırıq. 2x üstə gələ 3y üstə gələ 4z. Özü də hazır vəziyyətdə 120 verdiyinə görə 120-ni sürətə yazıb məxrəcdə olduğu kimi qalır. 120-ni də 6-ya böləndə 20 alırıq. Bu da belə. 8-ci tapşırıq. 8-ci tapşırıq deməli məsələdir. Sahəsi 48 kvadrat santimetr olan düzbucaqlının uzunluğunu verib əbob 24-36 düzbucaqlının enini istəyir. Şəkildə də bu cür göstərilib. Bunu bilmək üçün ilk öncə bizə bax bu əbobu hesablamaq lazımdır. Əbob 24-36. Əbob 24-36 bizə 12 verir. Bu əbob və əkop mövzusuna bağlı video inşallah çəkərəm və orada daha ətraflı izah eləyərəm. Əbob mövzusu ayrı, əkop mövzusu ayrı. Burada isə cavabı biz deməli hazır vəziyyətdə yazmışam 12. Biz bilirik ki, düzbucaqlının sahəsinə bərabər A olsun B-dir. Oradan A-nı tapanda S bölünsün B-dir. Bax, burada B-dir. A yazılıb. S bölünsün B. A bərabər S bölünsün B olur. 48 bölünsün 12, o da 4 santimetr. Göründüyü kimi bu tapdığımız 12 bizdə uzunluqdur. Bunu xüsusən qeyd edeyim. Bu tapdığımız, bax bu 12 nədir? Uzunluqdur. Cavab deməli buradan tapdıq. Enini istədiyinə görə 4. Növbəti tapşırıq. 9-cu tapşırıq. Deməli burada sual budur. 3 bucaq verilib. A üstə gələk 5. Digər bucağı 2A üstə gələk 10. Üçüncü bucağında verib 2A üstə gələk 30. Bizə nə istəyir? A-nı istəyir. Biz bilirik ki, 3 bucağın daxili bucaqların cəmi 180 dərəcədir. Bunun üçün bunların üçünü də toplayıb 180 dərəcəyə bərabər eləyirik. Burada A üstə gələk 2A üstə gələk 2A bölək 5A. Ədədləri toplayırıq 45 bərabər 180-ə. 5A bərabərdir 180 dərəcə çıxsın 45. 5A da bərabərdir 135. A-nı da tapdıq 5-ə böləndə 27. Digər tapşırıq. 10-cu tapşırıq. 10-cu tapşırıq tənliklə bağlıdır. Burada tənasübdən istifadə edirik. Çalın çarpaz. Deməli,
15'i vururuq x çıxılsın 1 onda 2-yə. Bərabərlik 1-i də vururuq x üstə gələk 10-a. Bu zaman bu cür tənliyə alınır. Mötərizənin açılma üsulundan istifadə edərək 15-i x-a vururam 15x, 15-i 1,2-yə vururam və x üstə gələk 10-a bərabər eləyirəm. 15x çıx 18 bərabərdir x üstə gələk 10. X-ları sol tərəfə keçirirəm, ədədləri sağ tərəfə keçirirəm. Qeyd edək ki, deməli, ədədləri və dəyişənləri bərabərliyin bir tərəfinə digər tərəfinə keçirəndə işarələri dəyişirik. Yəni, x sağdan sola keçəndə işarəsini dəyişib keçir. 18 də soldan sağ tərəfə keçəndə işarəsini dəyişib keçir. 15x-dan x-i çıxıram 14x eləyir. 10-la da 18-i toplayıram 28. Burada deməli sadə bir tənliyə gəldi mürəkkəb tənlikdən. 28-i də 14-ə bölürəm. Cavab 2. Cavabımız hazır. 11-ci tapşırıq məsələdir. Deməli, Rəsul həftədə 3 gün idman zalına gedir və hər dəfə 2 saat məşq edir. O, 3 həftə ərzində ümumilikdə neçə saat məşq edir? Ümumiyyətlə, bir həftə ərzində tapmaq lazımdır ki, yəni 3 gün deyir idman zalına gedir, həftədə 3 gün. 3 günü biz hər getdiyində də 2 saat məşq elədiyinə görə 3-ü 2-yə vururuq 6 saat. Deməli, bir həftə ərzində 6 saat məşq edir. Bəs 3 həftə ərzində neçə saat məşq eləyər? Onda 3-ü 6-ya vururuq 18 saat. Növbəti məsələ, deməli, Nicat 120 səhifəlik kitabı 6 günə, Ayxan isə 4 günə oxuyarsa, Nicat və Ayxan bir günə cəmi neçə səhifə kitab oxuyur? Deməli, biz bunu bilmək üçün bir günə Nicatın, daha sonra bir günə Ayxanın neçə səhifə oxuduğunu bilməliyik. Sonda isə onların bir gündə oxuduğu səhifələri toplamalıyıq. Bir günə Nicat, deməli 120 səhifəni bölürük 6 günə, çünki 6 günə oxuyub 20 səhifə. Ayxan isə 4 günə oxuduğuna görə 120-ni 4-ə bölürük 30 səhifə. Və sonda Nicatla Ayxanın bir gündə cəmi neçə səhifə oxuduğunu istədiyinə görə biz onları cəmləyirik. Yəni 20 ilə 30 bərabərdir 50. Bu qədər. Bu günlük bu qədər. Kanalıma abunə olmağı, like etməyi unutmayın.